Bu ağıllı sözdü əgər deyələr Şiə sünni qardaşdır. Hər kəs desə lənət oxuyun, Ayşə xanımı təhqir eləyin, xəlifələri təhqir eləyin, onlara deyələr imamları təhqir eləyin, müştəhidləri təhqir eləyin. Müştəhid də bu sözü desə səhv eləyir deyir. Alim də bu sözü desə səhv eləyir deyir. Cahil də bu sözü desə səhv eləyir deyir. Çünki bu söz bugün Amerikaya xidmət eləyir. Bu söz İsrailə xidmət eləyir. Bax, bizim sözümüz budur. Biz demirik aləmi bıraq bir-birinə. Biz demirik aləmdə ixtişaş yaradırıq. Biz demirik aləmdə münaqişə yaradırıq. Biz aləmin əmniyyətin, sülhün, izzətin, vəhdətin, qardaşlığın istiririk və üz tuturuq Amerikaya, xainlərə, onları xain bilirik biz, onlardan ümidimiz yoxdur. Amma sünni qardaşlarımıza, Şiə qardaşlarımıza, Amerikanın pulu ilə sünni kanalı açanlar, Şiə kanalı açanlar, onlar bugün İsrailə xidmət eləyir. Şiəsi də İsrailə xidmət eləyir, sünnisi də İsrailə xidmət eləyir. İsrailin qüdrəti olsaydı 33 gün müharibəsində 1000 nəfər Hizbullaha qalib gələrdi, əgər qüdrəti olsaydı.